Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 15-i həftənin çərşənbə günü və 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Amiyanın sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirlərinin nəticəsində Ramiz Mehdiyev ilə bağlı cinayət işi bağlanılıb. Məlumata görə Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274, dövlətdə xəyanət, 278, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, 193-1-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə ittiham olunur. İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib. Onu da deyək ki, Ramiz Mehdiyevin ən yüksək dövlət təltifləri də var və bəs o təltiflərlə bağlı nələr ola bilər, gözləntilər nədir? Belə ki, o 2008-ci ildə İstiqlal ordeni, 2013-cü ildə Şərəf ordeni, 2018-ci ildə Şöhrət ordeni, 2019-cu ildə isə Heydər Əliyev ordeni ilə təltif olunub. Ehtimallara görə Cinayət Məcəlləsinin ən ağır maddəsi olan 274-cü dövlətə xəyanət maddəsi ilə təqsirləndirilən Ramiz Mehdiyev sahib olduğu yüksək dövlət təltiflərindən də məhrum edilə bilər. Bu, məhkəmənin qərarı ilə baş verə bilər və yaxın günlərdə, yaxın zamanlarda yəqin ki, bütün bunların biz şahidi olacağıq. Dünyanın işinə bax, gör nələr olurmuş.